Kanal Leon. Allah'ın salamı olsun mənim əziz və mehriban qardaş və bacılarıma. Xoş gördük mənim əzlərim. Mənim əzlərim, mənimlə qalmaq istəyənlər. Bir fincan çay, qəhvə, su şirə, gönlünüz istərsə şərab, süzün və mənimlə qalın. Mənimlə qalmaq istəməyənlərə isə sadəcə kanalı çevirməyi tövsiyə edərdim. Bir də həmişə qeyd etdiyim kimi mənim əzlərim, mənim fikirlərim sizin fikirlərinizlə üst-üstə düşməyə bilər. Bu belə də olmalıdır mənim kəpişlərim, qızılarım, dovşanlarım, mənim şirin şəkərlərim. Mənim çubuqlarım. Bəs mənim dostum hardadır? Mənim dostumu görən olmayıb ki. Hardasan dostum? Mən buradayam. Burada. Allah'ın salamı olsun sənə. Mənim əziz və mehriban dostum. Xoş gördük. Sənə də Allah'ın salamı olsun. Dostum. Nə var, nə yox. Dostum. Gecə gündüz Allah'a yalvarıram ki, bircə bu dünyada baş verən mübahisələr, münaqişələr, müharibələr bitsin. Hər hansı bir müharibə olursa olsun, fərqi yoxdur. Yaxın ərazilər əziyyət çəkir. İstər firavanlıq içində yaşasalar belə, hər hansı bir dedikodular, söz-söhbətlər, mübahisə, münaqişə, sonda daxili müharibələrə də gətirib çıxara bilər. İstər əlini uzaqdan bu müharibəyə bulaşdıran, qana bulaşdıran ölkələr, onların daxilində baş verənlər. Məyər görmürsən dostum, nələr baş verir Amerikada və digər ölkələrdə? Axı, bu müharibələrdən sıçrayışlardır. Daha sonra daxili atom nüvəsi qədər şiddətli daxili mübahisələr, münaqişələr, müharibələr ola bilər. Bunun sonu olmalıdır. Mən uca Allahımdan hər gün gecə gündüz yalvarıram, xahiş edirəm. Ey uca Allahım, bu dünyada sülh, əmin-amanlıq, firavanlıq et. Bu dünyadan barıt qoxusu yox, sənin yaratdığın təbiətin ətri gəlsin. Bu kafirlərlə, Allahsızlarla, dini siyasətə qatanlarla heç kim bacara bilmir. Bircə sən bacara bilərsən Allahım. Hər şey sənin əlindədir. Ömrü verən, hökmü verən, əmri verən, izni verən sənsən. Hər şey özün bilirsən, görürsən Allahım. Dostum, nə etmək olar? Bundan başqa heç nə bacarmıram. Sadəcə dua edirəm ki, müharibələr bitsin. Çünki bugün düşünüb daşınırlar ki, filan ölkə qonşudur. Aqibəti belə olarsa, bizim vəziyyətimiz əla olacaq. Bu dünyadır. Dünya əraziləri dəyişmir axı. Məmləkətlər yerlərini dəyişmir axı. Qonşu ilə qonşu qalır. Bəli. Qonşu qonşu kimi qalır, əbədi. Mən daha heç nə demək istəmirəm. Axı bu barədə çox danışmışam. Qapı qonşusu, yaxud sərhəd qonşusu. Qapı qonşun olarsa, bir mənzil yaxın olarsa sənə, mənzilini satıb gedərsən. Dostum, bu dünyada vəziyyət necədir? Deyərdim ki, dostum, bu vəziyyətdə o vaxt sabitlik olacaq ki, müharibələr bitsin. Yəni, Amerika və Rusiya arasında olan savaş bitsin. Bax, bu zaman sabitlik olar. Mən hər zaman Rusiya və Amerika arasında gedən savaşdan danışıram. Mən sadəcə Rusiya-Ukrayna savaşı qeyd edərək bu müharibənin tamamilə fərqli olduğundan hər zaman danışmışam. Yəni, Ukrayna sadəcə bir ərazidir. Qaldı ki, Zelenskiyə, bax, o sadəcə Netanyahu kimi öz işinin öhdəsindən gəlir. Yəni, bu müharibəni davamlı etmək fəndi, hiyləsi,
belə deyək, Netanyahu nə edir? Bəli, yaxın ərəb ölkələrini bombardman edir və deyir ki, özümü qoruyuram. Bəli, belə çıxır ki, hər bir ölkə, yaxın ölkəyə bir bomba raket buraxmalıdır ki, mən özümü qoruyuram. Burada axı ərazidən gedir söhbət və havası lümlüt olan ölkələrdən əlbəttə ki, fürsətdir, hiylə işlət və irəli get. Bu aydın məsələdir. Bu barədə danışmaq istəmirəm. Çünki köhnə aman, köhnə tas. Vəziyyət necədir? Əvvəlki kimi. Zelenski nə edir? Hər gün eyni mesajlar. Ey Berlin, Paris, Praga, Budapeşt, Riga, Tallinn, Sofiya və sair və ilaxır. Amanın günüdür, Rusiya sizə hücuma keçəcək. Mənə silah, sursat verin, onun qarşısını alın. Mən sizə görə vuruşuram. Bu da aydın məsələdir. Amma bir məsələ aydın deyil ki, mən dəfələrlə demişəm, Avropa ölkələri və onların başçıları nədən öz millətlərinə bəyan etmirlər ki, biz Rusiya ilə savaşırıq. Və nədən bu savaşın, nədən etdiklərini qeyd etmirlər? Yəni, nəyə görə bu savaşa giriş ediblər? Özlərinə mi görə, Ukraynaya mı görə? Bax, o vaxt millət sözünü bu dövlət başçılarına deyər. Necə ki, Amerikada bugün baş verənlər nə baş verir? Baxın, aranı vurur, aranı qarışdırır Amerika. Amma öz ştatlarında bütün vəziyyət tərsə tikilən cib kimidir. Az qalır ki, ştatlar arasında müharibə getsin. Bəli, vəziyyət çox dəhşətdir. Bir tərəfdən də Allahın Amerikaya göstərdiyi fəlakətlər. O fəlakətlər ki, faciədir. Bizim region ölkələr və qonşu dövlətlər, yəni istər Qazaxıstan, Belarusiya, Türkmenistan, Özbekistan, Tacikistan, Qırğızistan və s. və ilaxır. Gürcüstan, Ermənistan, İran, Türkiyə, bizim region ölkələrimiz və əlbəttə ki, Rusiya. Rusiya müharibə edir. Türkiyə içərdən qaynayır. Gürcüstanda qumar oyunu gedir. Sanki belədir. Ermənistan. Demək ki, bu dünyada xəbərlər bol olduğu halda bizim məmləkətimizdə nədən danışırlar? Paşinyanın görkəmindən, hər gün dəyişdirdiyi libaslarından, şlyapalarından, papaqlarından. O papağını dəyişir hər gün. Amma Macron Napoleonun papağını da satıb. Və əsl oğrular qaçdığı halda başqalarını həbs edib. Güya onlar oğrudurlar.
yaxşı fikirləşiblər. Bilsəniz ki, onların uğurladıkları heç ələ də gəlməyib, oğurlayıb qaçıblar. Sadəcə dünya üçün yeni tamaşa. Bax, zərbədir. Louvre muzeyinə. Odur ki, yalancı tamaşa oynadılar. Güya ki, oğruları tutdular və muzeydən oğurlananlar da geri qaytarılıb. Yox, onlardan bilirsinizmi nə qədərdir? Yəni surətləri. Surət haqqında da mən çox bir şeylər danışmışam. Yəni o əşyalar. İstər tac olsun, istər bilərzik, istər əsər, fərqi yoxdur. Nəyə uğurlamışdılar? Onların o qədər surəti var ki, geri qaytardılar. Güya ki, oğru tutuldu. Və geri qaytarılan muzey eksponatları da yerindədir. Yox, belə deyil. Qaldı Paşinyanın oyununa. Oynayacaq müharibə bitənə kimi. Hansı müharibə? Əlbəttə ki, Rusiya-Amerika arasında gedən savaş bitənə kimi tüm dünya oynayacaq. Bu aydın məsələdir. Bəli. Baxın. Türkiyənin başqanına nə deyirlər? Deyirlər ki, sanki sultandır, imperiya yaradır. Putin üçün nə deyirlər? Tsar Rusiya. Tsar Rusiya. Великий Putin. Bəli, Amerikanın başçısı sanki kovboydur. Bütün ölkələrə getdikdə özünü kovboy kimi aparır. Bəli. Axı, tüm dünyada vəziyyət belədir. Hər bir dövlət başçısını hər hansı bir tarixi şəxsiyyətə bənzədirlər. Yaxud da ki, bugünkü hər hansı bir, yəni ki, bir vəziyyətdə təlxəyə yaxud bir aktyora ya aktrisaya bənzədirlər. Bax, aydın məsələdir. Çünki hər kəs oynayır, hər hansı bir obraza girib ya da ki, qəhrəman kimi özünü göstərir. Paşinyan və onun oyunu. Bəli, bu barədə danışırlar bizim məmləkətimizdə. Bizim müxbirlərimiz, jurnalistlərimiz. Yəni bizim telemekanımız ancaq nə edir? Öz dilində danışmır. Və bu öz dilində danışmağını qoyaq kənara, köhnə xəbərlərdən danışır. Ən təzə xəbərləri 5 günün xəbərləri olur. Bəli, və bütün günü Paşinyandan danışırlar. Nədən? Axı, bu sizin gördüyünüz kimi deyil. Keçəryan, Sarkisyan, Qaragen və Paşinyan və onların oyunu. Birincisi, Paşinyan, yenə də təkrar edirəm, Rusiyanın ovcundadır. Və olacaq. Sadəcə o oynayır.
Siz bilə bilməzsiniz ki, Paşinyan Amerika tərəfdaşıdır ya Rusiya. Bunu bilməzsiniz. Amma mən isə bilirəm. Amma bıraxıram sizin ixtiyarınıza. Bəli, bu oyundur. Ay mənə öldürəcəklər, kəsəcəklər, doğrayacaqlar, devirəcəklər. Birincisi, bu baş versəydi, çoxdan baş verərdi. Bir gündə. İkincisi, ölümündən danışır. Devrilməyindən danışdıq. Onu devirən olsaydı, çoxdan devirərdi. Bu sadəcə istər Sarkisyan, Qaragiyan, istər Sarkisyan və Köçəryan. Bəli, cütlük. Fərqi yoxdur. Və digərləri. Onların hər biri oynayır. Bəli. Yenə də təkrar edirəm. Müharibə bitənə kimi oynayacaqlar. İstər Rusiya, Amerika savaşı, istər digər savaşlar. Bütün dünyada baş verən savaşlar bitənə kimi tüm dünya məmləkətlərinin başçıları oynayacaqlar. Bu aydın məsələdir. Ay Trump yolu, Trip yolu, ay nə biləm, başqa bir yollar, mənim əzlərim. Bunların hər biri olmalıdır. Sadəcə siz xəbərləri doğru, dürüst verin. Olduğu kimi. Bəli, olduğu kimi verin. Qorxmaq lazım deyil, heç kəsdən. Yəni dünya məmləkətlərindən. Doğru dürüst danışın. Baxın, Türkiyənin müxbirləri, jurnalistləri, Amerikanın, bəli, Amerikanın jurnalistləri, daha sonra onların generalları, siyasətçiləri, necə dünyada baş verənləri analiz edirlər. Nədən bizdə olmasın? Nədən yenə də müxbir, jurnalist, qələm əhlinin səhvləri, bəli, köhnə xəbərlər, bir ayın xəbərləri, ən təzəsi 5 günün. Bizim məmləkətimizdə baş verənlər yoxdurmu? Nədən bütün günü Paşinyanın şlyapasından, geyimindən danışırsınız? Əgər belə Ermənistan xəbərləri maraqlıdırsa, Ermənistanda, Gümrüdə baş verənlərdən danışın. Və digər ərazilərində baş verənlərdən. Məyər Ermənistanda başqa bir hadisələr yoxdurmu? Əlbəttə ki var. Necə ki, bizim Qubada, Qusarda, Saqatalıda, Lənkəranda, Astarada, Selyanda, Neftçalada, Gədəbəydə, Tovuzda, Tərtərdə nə qədər hadisələr var, nə qədər baş verənlər var Bərdədə, Gəncədə. Nədən? Xəbərimiz yoxdur. O qədər xəbərimiz var. O qədər ağlayanlar var. Nədən onları gündəmə gətirmirsiniz? Baş verənlərdən danışmırsınız telemekanlarda. Məyər bircə Rusiya-Ukrayna savaşı, Netanyahunun və Zelenskinin, Trump'ın tamaşalarıdır. Nə qədər tamaşalar var dünyada və bizim məmləkətimizdə. Bəli. Nə qədər yollarımızda hadisələr baş verir.
Neden araştırmırsınız? Neden? Başka haberleri gündeme getirirsiniz. Olmayan haberleri, ölü haberleri. Yaxşı, tutaq ki bu Rusya-Ukrayna savaşı bitti. Başka neden danışacaksınız? Daha sonra neden danışacaksınız? Rusya-Ukrayna savaşı ve dünyada baş veren dedikodular, söz söhbətlər, savaşlar, höcətləşmələr, mübahisə, münaqişə və müharibələr. Bu aydın məsələdir. Xəbərlərdə bunu kiçik şəkildə, yığcam şəkildə, yəni ki, elə gözəl təqdim etmək olar ki, bircə cümlə ilə tüm məmləkətə baş verənlər aydın olsun. Daha keçirsən öz xəbərlərimizə. Məmləkətimizdə olan problemlər, ağlayanlar. Daha sonra bəndələr, hansı ki badalaq gəliblər onlara. İşdən atılmışlar, işdən qovulmuşlar, işi olmayanlar, ağlayanlar, sızlayanlar. Ne kadardır? Bəli. Amerika ve Rusya ve onların arasındaki mübahisə. Bəli. İndi isə münaqişədir. Daha sonra müharibəyə çevrilməsin. Düzdür. Rusya ile Amerikanın əskəri savaşmır. Ama bu münaqişə müharibədir axı. Bəli. Və Avropa ölkələri. Mən yenə də təkrar edirəm. Hansı Avropa ölkəsi üzünü millətinə çevirərək bu müharibədəki iştirakını hər hansı bir adla qeyd edə bilər. Yəni, mən məsələn Paris, Berlin, Tallin, Riga, Praga, Budapeşt, Sofiya və sarı axır. Nəyə görə Rusiya ilə savaşıram? Mənə Rusiya nə edib? Yaxud da ki, Ukraynaya görə savaşıram. Qoy sənə millətim desin. Rusiya nə edib sənə? Ey Avropa ölkələri, nədən savaşa giriş etmişsiniz? Müharibəni dayandırmırsınız. Nədən bu müharibəyə yox demirsiniz? Nədən? Qorxmursunuzmu? Bu müharibənin zəhəri millətimizi mənfə gətirər. Məyər görmürsünüzmü? Adi, kimyavi sənayesindən danışan İran deyir ki, kimyavi, yəni ki, sənayinin tüstüləri mənim millətimi zəhərləyir. Amma Amerikanın ölkəsini bombardman etməsi sanki unudulub. Axı, bu bombardman olan ərazinin tüstüsü tozanağı əhlən yerə hopmayıb. Hələ ki, səmada tozanaq qoparır. Hər yerə səpələnir. Məyər Ukraynada və Rusiyada uçan raketlər yeri, dənizi
səmanı zəhərlənmir, zəhər etmirmi? Yaxşı, müharibədə ölənlər aydın məsələdir, öldü getdi. Şikəslər, əlillər, zəlillər, bu da aydın məsələdir. Bəs geridə qalan millət zəhərlənəcək axı. Ekologiyadan danışırsınız. Məyər ekologiyanı silah sursatlar zəhərləmirmi? Məyər səmaya, dənizə, torpağa raketlər buraxmırsınızmı? Yerin altıyla. Sınaq yarışmasına girməmisinizmi? Bəli, yerin altıyla sınaq təcrübələri keçirmirsinizmi? Pilotsuz uçaklar, bəli. Bu pilotsuz uçakların hardan gəldiyini belə bilmirsiniz. Bəli, məyər bilmirsinizmi? Elə bir alim var ki, elə bir pilotsuz uçak hazırlayıb ki, elə Avropa ölkələri Rusiyanı hər şeydə suçlu bilirsiniz. Bəli, Afrikada bir zənci balalayanda da deyirsiniz ki, bu zəncinin balaları Putindəndir. Məyər belə deyilmi? Doğrudan, görəsən şifrədarın keyfi necədir? Çox maraqlıdır. Axı, alim var. Elə gözəl, pilotsuz uçak hazırlayıb. Elə bircəciyini buraxır səmaya. Və bu bircə pilotsuz uçak başlayır havada toyuq kimi yumurtalamağa. Çoxalırlar. Nə qədər olurlar, sanki ulduzdular. Və onlar nəyə qadirdir? Bax, bunu deməyəcəm. Odur ki, müharibələri dayandırın. Elə fikirləşməyin ki, bu müharibələrdən xeyir qazanacaqsınız. Xət məsələsindən də danışmışdım. Baxın, axı, bu xət çoxdan dayana bilərdi, çəkilə bilərdi. Bəli, çünki bana Amerika belə edir. Bəli, siz bilsəniz ki, o nədən belə oyun edir? Vallahi billahi. Çox pis bir şeyler düşünüp daşınarsınız. Bakın, her yere qaynadır, qana boyuyur. Öz, yəni ki, daxilindən xəbəri yoxdur. Sanki dövlətlər arasında müharibə gedir. Bəli, ABD, Amerika Birləşmiş Dövlətləri. Ştat deməyək. Mən türklər kimi dövlət deyirəm. Yəni, dövlətin daxilində dövlət, birləşmiş ölkə. Və bu ölkələr arasında qırğınlar. Bəli. Bilirsinizmi nələr baş verir? Dəhşətlər. Və bir də Allahın fəlakəti və faciələr. Məyər, ay Amerika, doymursanmı qan tökməkdən? Doymursunuzmu
Ey NATO Birliği, Avropa Birliği, axı bu müharibələrin zəhəri elə bir zəhər ola bilər ki, zərdabı tapılmaz. Tüm dünya virusla müharibə edər. Covid-19'da olduğu kimi. Bunu mu istiyorsunuz? Axı müharibələri dayandırmaq lazımdır. Müharibələr dayanmalıdır. Dünyada sabitlik olmalıdır. Mənim əzizlərim, mən Amerikada baş verənlər haqqında o qədər bir şeylər bilirəm. Bax, Donald Trump hakimiyyətə gəldiyi və bu dövlətdə baş verənlər, onların hər biri Donald Trump'a qurulmuş bir tələdir. Bəli, sanki o figurdur, onu idarə edirlər. Onu idarə edənlər sanki elə bir vəziyyət yaradıblar. Bu daxili müharibəyə gətirib çıxarıb. Bəli, amma ağıllı müdrik kənardadır. Onun da, yəni ki, deməzdim hiləsi, çünki o ağıllı müdrikdir. Onun öz fəndi var. O Donald Trump gəldikdə öz fəndini işə saldı, geri çəkildi. Öz ağlıyla, kəmalıyla. Bəli, çəkildi. Çünki təməlini qoydu. Dedi indi, görək, ağıllı baş olacaqmı? Bu Amerikada səliqə, səhman yaratsın. Əlbəttə ki, olmayacaq. Dağıdacaqlar. Daxili. Bəli, artıq nələr baş verir? Daxildə, Amerikada. Hətta üsyandır, desək daha doğru olar. Hətta terrorçular da mövcuddur daxildə. Bir də onun tüm dünyanı qaynatdığına görə Allah'ın Amerika'ya verdiği felaket cezası meğer azdır mı? Ay Amerika, meğer Amerika'da ağıllı başlar yoktur mu? O kadar var. Amerika ve Amerika'nın müdrik bəndeləri, əlbəttə ki, onlar ayağa qalxsalar və Donald Trump'ın ağzından eşittiğiniz ama onun sözü olmayan "mən müharibəni bir gündə qurtararam" kəlamını gündəmə gətirən müdrik bəndə bax o hakimiyyətə gələr və Amerikada da hər şey əla olar və tüm dünya dövlətlərində sabitlik olar. Bəli, baxın, deyirlər ki, Asiya ülkələri Amerikaya ram oldu. Yəni ki, bu ram olmaq fikri bu belə deyil mənim əzizlərim. Bu bir oyundur. Belə də olmalıdır. Mən yenə də təkrar edirəm. Putin müdrik və tədbirli başçıdır. Qaldı, bu Rusiyada deyirsiniz ki, qarma qarışıqlıqdır. Və bəzən belə bir mesajlarda eşidirik ki, Putin getsə, yaxud da ki, məğlub olsa, yaxud da dilim gəlmir deməyə. Yəni ki, edam etsələr, məhvə gətirsələr, Rusiyada gedişat başqa olacaq. Yox mənim əzizlərim. Rusiya kimi böyük nəhəng dövlətdə bu başqa cür ola bilməz. Çünki
mənim əzizlərim, gəlin qayıdaq İrana. Məsələn, Netanyahu deyir ki, mən filan atom nüvə silahını ərsəyə gətirən alimi vurdum, öldürdüm. Bitti, alim öldü. Alimin yetirmələri olur mənim əzizlərim, minlərlə. Aydındırmı? Mən nə demək istəyirəm? Həmçinin də Rusiya kimi bir dövlətdə, məsələn, Putinin öz yetirmələri var, davamçıları var. Rusiyanın belə bir oyuncaq mı deyək, yəni aksesuar mı deyək, bu, yəni ki, atribut deyək, balaca bir hədiyyə deyək, hər necə adlandıraq. Suvenir deyirlər Rusça, bizim dildə hədiyyə, matryoşka, matryoşka, böyük bir matryoşka, belə deyirlər. Matryoşkanı açırsan, yenidən daxilindən biri çıxır, digərinin içindən digəri, 5, 6, belə bir davam. Bax, bu özü də bir, nədir? Yəni ki, bir mesaj. Yəni, ağıllı bəndələrə. Bəli, Putin və onun davamçıları. Putin bu hakimiyyəti hansı vəziyyətdə saxlayırsa, onun davamçıları da o cür idarə etməni saxlamalıdır. Yəni, sükanı bu vəziyyətdə saxlamalıdır. Bəli. Aydındırmı? Mən nə demək istəyirəm mənim əzizlərim? Yəni, bu belə olmalıdır. Fikirləşməyin ki, yəni ki, Siriyada baş verən, məsələn, Bəşər Əsəd, o sabahını düşünməyib. Deməyək ki, pis bəndədir. Yox, mən bunu əzəldən deməmişəm. Çünki dövlət başçıları hər nə vəclə, yəni ki, istər yaxşı, pis, hakimiyyətdən gedərsə, nağıllar uydururlar. Bu aydın məsələdir. Bunu xırdalamaq istəmirəm mənim əzizlərim. Sadəcə buna böyük izah gərəkdir. Yəni, bu belədir. Yəni, götürək tarixi, ötən əsrləri, sərkərdələri, yaxud da ki, cəngavərləri, hər hansı bir hakimiyyətdə olan bir bəndəni. Mən bu barədə çox danışmışam. Hər nə olursa olsun, o əsrdə yaxşı pis tarixə yazılır. Aydındırmı? Brejnevdən bugün danışırlarmı? Danışırlar. Amma Brejnevin dövründə onu tabuta qoyanda tüm dünya ağlayırdı. Belə deyək. Yəni onu tanıyanlar rəhmət oxuyurdular. Vladimir İliç Lenin. Mən bugün də onun kəlləsinə valihim. Doğrudan da ağıllı və müdrik olub. Çox müdrik olub. Amma bugün Leninin davamçısı mı olmalıdır Putin? Əlbəttə ki, yox. Sadəcə olduğunu qorumalıdır. Bəli, Ukraynada qazandığı ərazilər, əgər siz bilsəniz ki, onun nə qədər, yəni ki, Rusiyaya xeyri var, bunu bilə bilməzsiniz. Rusiyaya torpaq lazım deyil.
Rusiya xətt lazımdır. Rusiyanın geniş torpağı var və bu səbəbdən də o deyir ki, mən addımımı hara atıramsa ora Rusiyadır. O dünyadan danışmır, öz ərazilərindən danışır və mən bunu eşitmişəm də. Balaca bir çocuğa deyib o bu sözü. Bəli, səhv etmirəmsə, deyəsən o qızcığaz Çeçenistandan gəlmişdi. Səhv etmirəmsə. Və belə bir sual vermişdi Putinə. Bu barədə danışmaq istəmirəm. Sadəcə bunu mesaj ediblər tüm dünyaya. Bəli, Lavrov haqqında danışmazdan əvvəl, yəni ki, qaydaq yenə də Putinə, Putinin hakimiyyətdə qalmağı, bugün olmağı kimə ziyan gətirir, zərər gətirir, yaxud da zəhər gətirir. Bilib agah olmalıdır ki, bu belədir. Yəni ki, hakimiyyətin başında Putin varsa, davamcısı olacaqsa, o da onun yolunu gedəcək. Matryoşka, nöqtə. Bu ağıllı siyasətçilərin işidir, mənim əzizlərim. Vurdum, öldü. Rusiya parçalandı, dağıldı, söküldü. Belə deyil. İran. İranın daxili vəziyyətindən gileylənən kimdir? Netanyahu. Sənin nəyinə gərəkdir ki, İran necə yaşayır? Mənim əzizlərim, özündə hər cür silah-sursat mövcuddur. Amma İran nə qədər kənardadır ondan. Sənin İranla nə işin var? Aydındırmı mən nə demək istəyirəm mənim əzizlərim? Qaldı İranın mesajı ətraf mühitə, yəni region ərazilərə. Amerikadan gileylənməsi, yaxud da hər hansı bir başqa dövləti suçlu bilməsi. Birincisi, İran bilməlidir ki, onun qardaşı Ermənistandır. Ermənistan isə böyük, yəni ki, Amerika səfirliyinə aid olan bir dövlətdir. Və bu aydın məsələdir ki, bu səfirlikdə nə baş verir? Nə var, nə yox? Qapı pəncərələri güllə keçirməz, şüşələrdən, deyərdim ki, dəmirdən, poladdandır. Yerin 7-ci qatındadır. İran bilməlidir ki, hər nə sözü, mesajı varsa, onu ətraf region ölkələrinə deyil, qardaşı bildiyi Ermənistana söyləməlidir. Necə ki, metro məsələsi, Məryəm metrosu. Bəli, sənin sözün varsa Ermənistana de, ay İran. Əgər sənin narazıçılığın nədənsə varsa, bax, bu mesajlarını sən Paşinyana çatdır. Mənim əzizlərəm, mən həqqi və həqiqəti söyləyirəm. Mən əgər bir dövlətdə acınacaqlı bir vəziyyət varsa, əlbəttə ki, mənim qəlbim ağrıyar. Mən ağlayaram da, sızlayaram da. Necə ki, bugün dövlətlərdə tək ölənlərdirmi? Ölən hər iki tərəfin qəhrəmanlarıdırmı? Ukrayna olsun, Rusiya olsun.
Bəli, o ölənlər qəhrəmanlardır, amma sivil bəndələr evində ailəsi ilə bardaş qurub oturanlar, çay içənlər, restoranda oturanlar, muzeydə gəzintiyə çıxanlar, axı onlar da ölür. Sivil bəndələr ölür, mülki vətəndaşlar qanuna qəltan olur. Buna necə göz yummaq olar? Hər iki tərəfdən. İstər Rusiya, istər Ukrayna tərəfdən məhv olanlar var. Axı bunun qarşısı alınmalıdır. Müharibəyə yox demək lazımdır. Müharibəyə silah-sursat tədarük etməklə heç nəyə nail olmayacaqsınız. Axı Ukrayna dağılır. Bir binanı ərsəyə gətirmək üçün nə qədər pul para gərəkdir? Əlillər, zəlillər, şikəstlər, onların hər biri puldur. Müharibədə şəhid, qəhrəman olanlar, onların yaxınlarına, əzizlərinə verilən pullar, paralar hardan veriləcək? Bəs siz, ey Avropa ölkələri, siz bugün silah-sursat tədarük edirsiniz. Axı, onların pulunu Ukrayna sizə necə ödəyəcək? Bunu qeyd edin. Deyin ki, ay Ukrayna, sən bizim borcumuzu verməsən, bir dilim, yəni torpaq qədər şirin, pasta kimi bölünən hissəni götürəcəyik. Buna başqa cür necə izah etmək olar mənim əzizlərim? Bəli, investisiya qurmaq bəhanə olacaq. Deyəcək ki, pulumu paramı yemisən, silah-sursatımı sıradan çıxarmısan, pulunu ödəməmsən. Bax, bu ərazi mənimdir. Bəli, daha bağırmayacaqsan ay Zelenski. Deməyəcəksən ki, ey Berlin, Sofiya, Tallin, Riga, Budapeşt, Praga, Riga və sair və ilaxır. Ay Amerika mənə silah-sursat ver. Amerika oyundadır, kənardadır. Güya ki, mən burada yoxam deyir. Mənim əzizlərim, bütün Avropa, NATO, Amerikanın əlindədir. Sadəcə bu oyundur. Güya kənarlaşıb. Bəli. Əlbəttə ki, Putinlə Amerikanın sövdələşməsi mövcuddur, bu aydın məsələdir. Yadınıza gəlir, mən Rusiyanın, yəni ki, Twix cütlüyündən danışmışdım. Və nədən danışmışdım? Yəni ki, bəndələrini müharibəyə cəlb etmək və bu zəmində bəndələrin qaçaq düşməsi. Rusiya Federasiyasını tərk etməsi və qonşu ölkələrə səpələnməsi. Və demişdim ki, bu böyük bir siyasətdir. Bəli, hər bir dövlətdə Rusiyanın mövcudluğu. Bəli, bütün region ölkələrdə və qonşu ölkələrdə. Bəli, baxı belədir. Baxın, mənim əzizlərim, bizim xəbərlərimizə dövlət başçımız yenə də dil haqqında danışdı, qeydlərini etdi. Amma yenə də necə danışırlar? Bəli, xəbərlərə başlamazdan öncə nə deyirlər? Bugünkü periyodda da
adekvat olarak biz bu meselelere bu cür fokuslanacağıq. Böyle. Hele de erməni budaq cümləsi deyəkmi, loru dili, qarğa dili. Ne düzəlib telemekanlarda, heç nə, verilişlər, proqramlar, xəbərlər, reklam çarxları, hər biri bərbad gündə. Bəli. Bu telemekanlara ayrılan pullar, yəni ki, dövlət tərəfindən yəqin ki, bütçə ayrılır. Ki, verilişlər yerli yataqlı olsun, xəbərlər geniş olsun, yeni olsun, köhnə xəbərlər olmasın. Vallahi billahi, mənim əzizlərim, qeyd etsəm ki, mən bir ay öncə eşitdiyim xəbərləri təsəvvür edin, bugün eşidirəm. Yaxud da ki, ən təzə xəbərləri 5 günün xəbərləri. Ya da ki, elə birbaşa hansısa bir baş verəni, hadisəni yerindəcə deyirlər. Bu da bizim xəbər deyil, mənim əzizlərim. Bizim məmləkətimizdə nə qədər baş verənlər var. Bütün rayonlarımızda, Bakının kəndlərində, paytaxtımızda ağlayanlar, sızlayanlar, işdən qovulanlar, dövlənlər, söylənlər nə qədərdir? Bəli, ailəni dağıdanlar, üzdən iraqlar, bəli, gəlin sizə qeyd edim ki, bu üzdən iraqlar nədən belə pilotsuz uçaqlar kimi balalayırlar, yəni yumurtalayırlar? Nədən? Balaca uşaqları necə təliyə salırlar? Pul parayla. Bəli, axı onlara pul para ödənilir ayda. Nə olardı ki, bu olmazdı? Ödənilməzdi. Pul para bu LGBT'nin üslərinə. Və əlbəttə ki, onlar da bu pul paraya görə balaca uşaqları öz yollarına dəvət etməzdilər. Bəli, şirinlikdirirlər. Sizə bu qədər pul verəcəklər. Belə olacaq, elə olacaq. Bu yaxşıdır. Dünyanın ləzzətini alacaqsan. Mən bu barədə çox danışmışam, mənim əzizlərim. Çox, həddindən artıq çox. Əsas, vacib məsələ nədir? Valideyn, ana, ata və onların tərbiyəsi. Bəli, bu ailədə ana da çaşa bilər, ata da çaşa bilər. Axı tam bütöv ailələr də olmalıdır. Və onların ərsəyə gətirdiyi övladları. Nədən? Valideynlərin hər ikisi işləyir. Nə olardı ki, övladını böyüdərdin? Bax, bu yaxınlarda, telemekanlarda, sosial şəbəkələrdə nə eşidirəm? Adi bir bəndədir. Blogerdirmi, müxbirdirmi, bilmirəm. Yoldan keçənlərdən müsahibə götürür. 18 yaşından sonra. Yəni, azadlıq verə bilərsinizmi övladınıza? Necə baxırsınız? Belə bir sual ünvanlayıb. Yəni, mülki vətəndaşlara hər kəsin öz fikri var. Bax, bunun özü böyük bir günah və səhvdir. Belə bir sual. Bugün LGBT'nin üzvləri artdığı vaxtda belə bir suallar yersizdir, mənim əzizlərim. Mən ötən dəfə də danışdım. Qiyafə, geyim, libas. Bu dəhşətdir bizim məmləkətimizdə və plastik əməliyyatlar. Bu barədə də az danışmamışam. Bəli, şəxsiyyət vəsiqəsi və vücud dəyişir. Nə bilim, bununla məşğul olanlar olmalıdır. Bu dəhşətdir. Başqa ölkələrdə bu belə deyil axı. Bu cinayətdir. Bilirsinizmi? Bəli, hər hansı bir qüsuru bərpa etmək olar, amma başdan ayağa. Gözünün rənginə, kibriyinə kimi, saçının rənginə kimi. Vücud dəyişilib.
bütöv şəkildə. Bax, dəhşətdir. Bu xəstəlikdir. Bəs həkimlər, plastik əməliyyat edən həkimlər, onlar hara baxırlar? Mən bir qeyd edim sizə. Bir gözəl aktrisamız var, xalq artistidir. Özü də çox füsunkar, gözəl səsli, gözəl xanım. O danışıb, deyir ki, mən Rusiyaya getmişdim. Plastik əməliyyat etmək istəyirdim burnumda. Deyir, 5-6 dənə həkim yığışmışdı və mənə o qədər sual verdilər. Dedilər ki, sən hansı işlə məşğul olursan? Dedim ki, aktrisayam. Deyir ki, mənə bilirsən nə dedi? Bu həkimlər. Dedilər ki, nə vaxt səni günahlandırıblar bu burnuva görə? Nə vaxt sənə haradasa qüsurlu deyiblər? Xanım deyib ki, mənə bu qüsuru deyən olmayıb. Və onlar sual veriblər. Səni fikirləşdiyin kimi bu burnuna görə filmlərə çəkmirlərmi? Deyib ki, çəkirlər. Özdə baş rollara. Onlarsa bu xanıma belə deyiblər. Əgər səni nə vaxt filmə çəkməsələr, onda gələrsən. Bu Rusiyada baş verib mənim əzizlərim. Rusiyada heç kim özünü kəsib doğramır. Baxın, Azərbaycanlı bir xanıma məşhur professorlar, həkimlərin verdiyi sual. Plastik əməliyyat həkimləri bir neçə nəfər bir pasiyenti qəbul edir və onu bu şəkildə suallandırırlar. Bəs bizdə nədən belə deyil? Hər kəs gəlir, hətta nevroloji problemləri olanları belə, yəni ki, əməliyyat edirlər. Niyə? Axı, daha sonra bu həkimləri mən suçlu bilmirəm. Bəli, bilirsinizmi niyə? Çünki valideynləri də, yaxınları, əqrəbaları da deyir ki, ay həkim. Bəli, bəzən hallarda mən həkimləri suçlu bilmirəm. Baxın, yuxarıda Rusiyadan danışdım, qeyd etdim onların həkimlərindən. Və bizim xanımımız, aktrisa xanım. Yəni, burada da belə olmalıdır. Nədən bizdə bu yoxdur? Nədən ancaq valideynlər və gətirdiyi övladı, kimidir, arvadıdır, əridir, kim kimi gətirdi? Deyir ki, elə həkim. Bax, bu vaxt həkimi suçlu bilmək olmaz. Nevroloji problemi olur. Bəlkə də həkim deyir ki, olmaz. Çünki bütün bədəndə olan orqanlar beyinlə əlaqədardır. Bəli, əməliyyat edir, beyin dayandı. Öldü. Həkim neynəsin? Odur ki, həkimlər hər bir xəstədən dilindən intizam almalıdır və onu gətirənlərdən. Bu əməliyyata, bəli, çünki bu qorxuludur. Nəfəs. Bir anlıq qrip zamanı tutulanda nə edirsiniz? Yuxuya gedə bilmirsiniz, nəfəsiniz çatmır. Qalmışdı ki, əməliyyat, yaxud göz əməliyyatları. Bu barədə də danışmışam mənim əzizlərim. Göz əməliyyatı biri gedir, gözü, yəni ki, bərpa olunur. Biri bir balaca görür, biri nöqtə qədər görür, sevinir. Digəri kör olur. Niyə? Niyə o kör oldu? Bəlkə burada da heç həkimlərin suçu yoxdur. Sadəcə beyinlə əlaqədardır mənim əzizlərim. Hər bir xəstəlik beyinlə əlaqədardır və hər bir orqan, bəli, beyinlə əlaqədardır. Bütün orqanların hökmdarı beyindir. Bəli, gözün siniri var, burun, daban beyinlə əlaqədardır mənim əzizlərim.
Aydındırmı mən nə demək istəyirəm? Mən bu barədə də danışmışam. Sadəcə bunlara yol vermək olmaz. Baxın, kasıbçılıqdan da danışırlar, mən də danışıram. Hər bir məmləkətdə kasıb da var, varlı da var. Dilənçisi də var, qaraçısı da var. Amma baxın, deyir kasıbam, metro ilə gedir. Yəni araba sürmür, şəxsi arabası yoxdur. Amma bağlı smartfonu var. Nədən bu smartfona bu qədər pulu verirsən? Əgər aclıqdan danışırsansa, yaxud əməliyyat elətdirirsən, hər bir hissəni, deyirsən ki, pulum yoxdur. Amma əməliyyata nə qədər pul lazımdır? Demək olar ki, Azərbaycan bütövlükdə smartfonla gəzir və əməliyyat olunur. Demək, pulları var. Demək ki, bizim məmləkətdə çox acınacaqlı vəziyyətdir. Şükürlər olsun Allahın kəramətinə. Şükürlər olsun ki, müharibə yoxdur. Baxın, dünyada nələr baş verir. Baxın, bizim region ərazilərimizə. Gürcüstanda sanki qumar oyunu gedir. Ermənistan Qaragenlə oynayır. Amerika və Rusiya arasında oynayır. Və oynadıkça nə deyir? Ay məni devirəcəklər. Ay məni öldürəcəklər. Bunların hər biri oyundur mənim əzizlərim. Bir göz qırpımında qaçmadı mı Bəşər Əsəd? Baxmırsınızmı? Onu necə qoruyurlar? Velosiped sürəndə siz elə bilirsiniz ki, o sərbəst gəzir, sərbəst oturur hər hansı bir ərazidə. Onu 101 tərəfdən mühasirəyə alırlar. Harada oturursa oranı. Bəli. İstər Donald Trump olsun, öz sərbəstliyini nümayiş etdirir. Onu necə qoruyurlar mənim əzizlərim? Bəli, bütün dövlət başçıları qorunur. Sərbəst görsənəsələr belə. Çünki bugün necə sərbəst ola bilər Paşinyan? Əgər uzaqdan, hər tərəfdən, hər bir dövlət başçısını snayperlə nişangah alıblar, hədəfdilər. Bəli, kim xoşuna gəlmir, hədəf alacaq, sıradan çıxaracaq. Dövlətdə nizam-intizam quracaq, parçalayacaq. Güya belədir. Baxın Avropa dövlətlərinə nələr baş verir? Nələr baş verir Avropa dövlətlərində? NATO'da, qonşu Türkiyədə hər gün zəlzələlər və vəlvələlər, hər gün bir yer yanır və Türkiyə tərpənir. Nədən? Nədən bugün Türkiyə sanki silkələnir? Niyə? Mən istəyərdim ki, Türkiyə zəlzələ olan bölgələrini xəritəyə alsın. Sanki coğrafiyaşünaslardan xahiş etsin ki, coğrafiyada, xəritədə olduğu kimi bu ərazilər, yəni ki, zəlzələ əraziləri xəritə ilə cızılsın və daha sonra diqqətlə baxın. Nələr görəcəksiniz orada? Xəritə ilə cızın bu əraziləri. Və daha sonra aydın olar ki, bu nə məsələdir? Zəlzələ olur, bu aydın məsələdir. Axı vəlvələlər də mövcuddur. Qaldı bizim Xəzər dənizimizdə baş verən zəlzələlərə.
Zəlzələ və Xəzər dənizinin çəkilməsi. Fikirləşməyin ki, Xəzər dənizi elə tədricən azalacaq. Yox, mənim əzizlərim. Fırtına qopacaq. Bu dənizlərdə olur. Çəkilir, daha sonra fırtına qopur. Dəniz fırtınası və böyük dalğalar yenidən sahili basır. Hansı ki yerlər suyla mövcud olub, o yerlər yenidən sel su altında qalır. Bu belədir. Bu təbiətin hadisəsidir. Fikirləşməyin, ötən illərdə, əsrlərdə hansısa bir su hövzələrinin çəkilməsi, bizim Xəzər dənizimiz hansı çaylarla, göllərlə, dənizlərlə əhatə olunub və hər bir dənizin, çayın, suyun daşması, qarın yağması, dolunun düşməsi, bunların hər biri sudur. Bəli, qaldı ki buzlaqların qırılması, əriməsi. Bu mənim əzizlərim tamamilə buzlaqların əriməsi demək deyil. Bu buzlu qeydədir. O qeydə olaraq ki qalacaq. Bəli, buzlu qeydədir. Oranı Allah Teala elə buzlu qeydə kimi yaradıb. Ora sanki qış nağlı aləmidir. Baxın, insanlar mövcud olmayan bir yerdə Allah'ın yarattığı heyvanları mövcuddur. Nə qədər o buzlaqlarda yaşayan heyvanlar mövcuddur. Bəli, odur ki, hər dəfə alimlərin fərziyyələrini dinlədikdə qorxmayın. Onlar alimlərdir. Onların başqa bir fərziyyələri yoxdur. Bundan başqa. Ya deyəcəklər ki, dünyanı sel su cənginə alacaq, ya da deyəcəklər ki, quraqlıqlar olacaq. Elə isə, əgər rahat olmaq istəyirsinizsə, fikirləşin ki, buzlaqlar əridikcə Xəzər dənizi dolacaq və Qız qalasının ətrafına kimi gələcək. Narahat olmayın, rahat olun və fikirləşməyin ki, bizim dövlətimiz, ölkəmiz susuz qalacaq. Yox, bizim yeraltı nə qədər su sərvətlərimiz mövcuddur. Dağlarda, bəli, meşələrdə. Bunu mən bilirəm. Bəli. Sadəcə rayonlara boşaltmasalar yaxşı olar. Dostum, axı mən Lavrov haqqında danışmaq istəyirdim. Danışmayacağım. Bir balaca qeyd etmək istəyərdim. Yadına gəlir dostum. Yəqin ki, sən məni dinləmisən. Ötən illərdə, bax, Lavrov haqqında bir xəbərlər izləmişdim. Deyərdim ki, bu xəbərlər Rusiya telemekanında baş vermişdi. Xəbərləridir. Daha sonra YouTube səhifəsinə yerləşmişdi. Mən isə orada baş verənləri deməli izlədim. Daha sonra video hazırladım və burada Lavrov haqqında bir balaca qeyd etdim. Yəni baş verənlər haqqında. Daha sonra o video YouTube səhifəsindən silindi. Yəni axtardım, aradım, çalışdım, vuruşdum. O video yerli dibli silindi. Deyərdim ki, bəlkəm də arxivdən də silinib, ya da arxivdən oğurlanıb. Yadıma düşdü, dostum. Bax elə mənim bu cümləm yəqin ki, sənə nəyisə xatırlada bilər.
ya da ki neyəsə aid edə bilərsən. Elə bu cümləri. Mən danışmayayım Lavrov haqqında. Olar? Çünki yenidən onun haqqında danışacaqlar. Nəmə lazım? Sabir demişkən. Dostum, bax, müharibə davamlı gedir. Amma düşünüb daşınmırlar ki, bu müharibə başqa bir ərazilərə də sıçrayarsa dəhşət olar. Bəli, böyük dəhşət ola bilər. Gərək ki, müharibələri hər vəclə saxlasınlar. Axı, müharibələr yarımçıq da qala bilir. Bitmədən sövdələşmə olur. Bilirsən dostum, bu yaxınlarda bir Ukraynalını dinlədim. Bilirsən nə deyirdi? Ukrayna vətəndaşıdır. Yəni ki, deyərdim bəlkə də iş adamıdır. Başqa bir yerdə, yəni çıxışını söyləyirdi. Hansı şəhərdə, ölkədə deyə bilmərəm. O deyirdi ki, mən Rusiya ilə sövdələşməyə həmən gedərəm. Bütün əraziləri verərəm. Amma haradasa qəbullanmaram ki, bu Rusiyanın ərazisi kimi qəbul olunsun. Yəni hər tərəfli razı olaram. Hər nələr Putin, yəni ki, deyərsə onu da edərəm. Tək ki, millətlər qırılmasın. Tariximiz daha da yerli yeksan olmasın. Ailələr dağılmasın. Yəni o çox bir şeyləri qeyd etdi. O Ukraynalıydı. Və o bununla demək istədi ki, burada suçlu Zelenskidir. Ağ bayraq var. Qaldır ağ bayrağı. Sövdələşməyə get. Tək ki millətin qırılmasın. Nə bilirsən? Daha sonra nələr baş verəcək? Bəlkə mənə üzünü Putinə çevirəcəksən bir dəfəlik. Bax elə, o da mənim dediklərimi deyirdi. Vallahi billahi, Ukraynalı bir iş adamıydı. Başqa bir ölkədən danışırdı. Və demək olar ki, sanki mənim dediklərimi təkrar edirdi. Bəli, deyirdi ki, bunu belə etmək olar. Bu müharibə dayanmalıdır. Hər bir, yəni ki, vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Və daha sonra başqa bir fikirlərini də söylədi. O çox ağıllıydı. Deyərdim ki, müdrik idi. O bilirdi ki, yəni ki, sövdələşməyə Putinlə getsə, hər şey əladan dayalı ola bilər. Bəli, burada mənim əzizlərim, Putinin bəzi ərazilərə yenidən irəliləməyinin səbəbi müharibənin dayanmamasıdır. Aydındırmı? Amma hansı ki, əzəldən, yəni ki, təklif etdiyi ərazilər, onlar tam fərqlidir. Heç bu torpaqlar da Rusiyaya gərək deyil. Sadəcə bu ərazilər Putinin əqli şuurunda bir xəttdir. Yəni fənddir. Aydındırmı? Onu mən sizə deyə bilmərəm. Məsələn, bəzi ərazilər var. Yarımçıq qalmış. Yəni ki, iki tərəfin qəbullamadığı bir xətt. Məsələləri götürək Pakistan və Hindistanı. Məsəl çəkdim. Belə ölkələr çoxdur.
dünyada. Ne olardı ki Zelenski ak bayrağını kaldırardı. Oh, ister bugün kaldırsan, ister bir yıl sonra. Bunun fərqi böyükdür. Çox böyükdür. Bilirsinizmi mənim əzlərəm? Bəzən düşünüb daşınmadan olan bir hərəkət insana dərin quyuya salar. Sən artıq dərin quyudasan. Sən sadəcə dövlət başçısan deyə sənin sözün keçərlidir. Amma geri çəkilsən, bax, o vaxt vay halinə, amma qabaqcadan sövdələşməyə getsəydin, bax, sənin başın ucu olardı. Həm millətin qarşısında, həm dünyanın. Amma bu günləri sən bütün dünyadan silah sursat istəyirsən, pul istəyirsən, sanki müharibələri davamlı istəyirsən. Niyə? Təkcə ona görə. Bəs millət, bəs qundaqda yatan körpə bəbələr, bəs hamilə qadınlar, onlar haqqında niyə düşünmürsən? Ay Zelenski, bəs Netanyahu sən, o qonşularla niyə yola getmirsən? Niyə? Bunların, yəni ki, bir səbəbi var mənim əzizlərim. O da Amerikanın başında duranlar. Mənim heç bir xalqla işim yoxdur. Heç bir millətlə. Amerika böyük dövlətdir. Deyərdim ki, bütün dünyanın millətinin birləşməsi. Belə deyək. Bugün millətçilikdən danışanların deyərdim ki, neysə, demirəm. Sadəcə qeyd edim ki, uşaq kimi baxaq onlara, balaca cübbuş kimi. Bəli. Təsəvvür edək. Bir çocuk südlə çayı qarışdırır, daha sonra deyir ki, gəlin bunu bir-birindən ayırın. Baxı səfihlikdir. Bir bəndənin qanında nə qədər mənşəy ola bilər, kök ola bilər. Millətçilik olmaz, dini siyasətə qatmaq olmaz. Heç zaman dini siyasətə qatmayın. Bugün təsəvvür edək, Quran kitabını biz ərsəyə gətirək bir sazişlə. Bunu kim qabullayacaq? Əlbəttə ki, heç kim. Ancaq müsəlman dövləti. Odur ki, dini siyasətə qatmaq olmaz. Din müqəddəsdir və din sənin qəlbin olmalıdır. Bəli, sənin dinin sənin qəlbində olmalıdır. Sən hər hansı bir, yəni ki, ölkədə ola bilərsən. Bəlkə də o ölkədə ateistlərdir. Amma sən orada yaşayırsan və sən öz dinini qəlbində gəzdirirsən. Bütün ölkələrdə hər bir dinə mənsub olan millət yaşayır. Qaraçısına kimi. Axı bu ayıbdır 21-ci əsrdə, texnika dönəmində. Süni zəka və sənin düşüncən. Bəli.
görəsən bizim alimlərimizin keyfi necədir? Nə yaradıblar, nə icad ediblər, ya kəşf. Bəli. Ət qıtlığı. Necə olur bizdə ət qıtlığı əmələ gəlir? Məyər bizim malqaramız yoxdur, yoxsa çəmənliklərimiz yoxdur, yamaclarımız yoxdur? Əlbəttə ki var, mövcuddur. Dabaq xəstəliyi. Bu da bir fənddir. Bəli. Amma neysə, bu barədə danışmaq istəməzdim. Yadıma Sovetlər dönəmində buzlu ətlər yadıma düşdü. Bütün ətlərə möhür vurulurdu. Bəli, ətin üzərində möhür olurdu. Yəni, salamat maldır və hansı ölkənindir? Hər hansı bir ölkənin malını, məhsulunu biz ölkəmizə gətirə bilərik. Amma bunun da fəsadları ola bilər. Məsələn, götürək Hindistanlı inəklərini. Deyirlər müqəddəsdir inək. Bizim aləmimizdə bunu Hindistanlılar deyir. Amma inəklər, təsəvvür edin, daha əksəriyyət inəklər, yəni ki Hindistanda zirzibil yeyir. Bəli. Əməlli başda zibillikdə işələnirlər. Ac susuz qalan it pişik kimi. İnəklər də elədir. Təsəvvür edin. Bu inəyin əti necə ola bilər? Əlbəttə ki, ferma başqa bir şeydir. Bəli, hər bir kəndli öz həyətində inəyini, qoyununu, keçisini saxlamalıdır. Malqarasını, toyuq cücələrini öz həyətində. Bir inək, bilirsiniz nə böyük var dövlətdir. Onun qatığı, süzməsi, qaymağı, pendiri, yağı, nə biləm daha nələri, hər biri süddən. Bəli, necə bu gözəl, füsunkar kəndlərə göz yumurlar. Gəlirlər Bakıya, Bayılın, Lökbatanın dağlarında ev tikirlər. Fərqi nədir? O dağ başından bu dağ başına çıxmaqla. Mənə çox maraqlıdır mənim əzlərim. Axı bunu özümüz edirik. Biri gedib Lökbatanın dağının başında ev tikir. Daha sonra ağlayır, qazını çəkirlər, işığına, suyuna. Sonra da deyirlər ki, qaz, su, işıq hara getdi? Hesabı keçirirlər. Kimin hesabına? Bakının cəmaətinin. Bəli. Qəbizləri, kəsirlərini, hər birini yazırlar. Yazıq bəndələrin ayaqlarına. Haradadır köhnə qəbizlər, köhnə hesab dəftər, kitablar? Bəli. Baxın mənim əzlərəm, istər təcili yardım stansiyaları, fövqəladə hallar və polis bölmələri. Baxın, onlar hər biri bəndənin qulluğunda olan
qurum və təşkilatlardır, nazirliklərdir. Yaxud Müdafiə Nazirliyi, Sərhəd Xidməti, Təhlükəsizlik. Onların hər biri bəndələrin, yəni ki, əsayişini qoruyan, təhlükəsizliyini qoruyan qurumlardır. Demək belə çıxır ki, ancaq insanları incidən, bax, işıq, qaz, sudur. İstədikləri zaman hansısa bir suyun, qazan, işığın pulunu artırırlar. Niyə? Kəsirlərini ört-bastır etmək üçün. Bunu ki, polislər, səhiyyə, yəni ki, təcili yardım, yaxud fövqəladə hallar etmir ki. Narazıçılıq hər bir sahədə ola bilər. Bu sahədə naşı ola bilər. Bir də ki, su, qaz, işıq və başında duran bəndənin bu qiymətləri öz başına artırması, bütün artımlar, bunu edənlər var axı. Nədən? Elə bir nəzarət yoxdur ki, onlara tabi olsun. Qiymət artırırsan, nəyə görə? Sual versən. Nəyə görə qazın qiymətini artırırsan? Axı bizim qazımız var, işığımız da var. Allah'ın şükür olsun kəramətinə. Suyumuz da var. Niyə qaldırırsan bu qiymətləri? Yaxşı, mağazalarda, mollarda, bütün götürək mal məhsulların qiymətlərinin artımı. Bunu kimlər edir? Onlara olsun bir nazirlik adını qoyaq. Ama Azərbaycan nəzarət ya agentliyi, ya nazirliyi, qurum təşkilat, hər nə olur olsun. İşıq idarəsi qaldırır qiymətini. Nəzarət yoxdur. Hoppa, kim köməyinə gəlir? Telemekanlar. Bəli, bunları edən telemekanlardır. Bəli. Bir dənə, yəni ki, mesaj və dedikodular, söz söhbətlər. Görək, bu necə baş verəcək? Yaxud arabalarda, metrolarda qiymətin artımı. Nə qədər? Yəni ki, fəndlər işlədirlər ki, bunları ərsəyə gətirsinlər telemekanlarda. Telemekanda varsa, bəndə düşünüb daşınmalıdır ki, ay filan kəs, bilirsən, işıq pulu artdı. Hardan bildin? Telemekanda dedilər, televizyada, xəbərlərdə. Xəbərlər kimdir ki? Buna nəzarət olmalıdır. Telemekanlar öz başına olmamalıdır. Özəl olsalar belə, özlərini reklam edirlər. Bəli, bugün telemekanlar da özlərini reklam edir. Bizim xəbərlərimiz, bizim möhtəşəm müxbirlərimiz yeni xəbərlər gətirirlər. Aparıcılarımız, bəli, pərdə arxası söhbətləri düzgün analiz edirik. Hoppa və müxbirlərin, jurnalistlərin adları. Budur onların reklam çarxları. Bəli, öz verilişlərini özləri reklam edirlər. Öz kanallarında. Bərbad gündə. Mənim əzizlərim verilişləri haqqında danışmışam. Eyni veriliş, eyni səpkidə, adları müxtəlif, eyni veriliş. Bu biabırçılıqdır. Xəbərlər dəhşət.
Hər bir bəndə mülki vətəndaş o xəbərləri necə maraqla izləyir. Doğrudan da hər bir verilişdən maraqlı xəbər olmalıdır. Mən bu barədə danışmaq istəmirəm. Nə danışım? Əgər dialektlərinə diqqət etmirlərsə. Axı, nazirlikdən danışırdım, yaxud da olsun agentlik. Ana, necə ki Ayna, Azərbaycan, Yerüstü, Nəqliyyat agentliyi. Niyə də olmasın? Ana, Azərbaycan Nəzarət agentliyi, hansı ki elə Aynaya da nəzarət etsin. Elə qaza da, işığa da, suya da, digər, yəni ki, başqa qürüm təşkilatlara da. Hansı ki, malların, məhsulların qiymətlərini artırır. Onlar qiymət haqqında, yəni ki, məlumat versinlər bəndələrə. Qaz niyə qalxmalıdır, işıq ya su? Niyə? Qoy cavab versin, kəsiri var, hesablama palatamız var. Öz cibindəkiləri çıxarıb qoysun ortalığa. Köhnə qəbzləri və ərazilərdən söktükləri yeni sayğacları. Bəli, köhnə Sovetlər dönəmində olduğu kimi üsullara qayıdıb və köhnə üsullardan etmələrindən danışsınlar. Mən bu barədə çox danışmışam. Bəli, işlət qazını eninə, uzununa. Neymirsən yeni sayğacı? Gəlim, qəbzimi verim, pulu alım, qoyum cibimə. Bax, bu belədir, mənim əzizlərim. Ona görə, bax, belə telemekanlar mafiya ilə məşğuldular. Pulunu ver, reklam etsin səni. Elə bu qazdan, işıqdan, sudan danışsın ki, əməlli başlı nəfəsin kəsilsin, danışa bilməyəsən. Biləsən ki, buna görə qazımız artdı, buna görə suyumuz, buna görə işığımız, buna görə pendirimizin qiyməti artdı, buna görə ətimizin. Bunların hər birinin səbəbi olmalıdır. Və əlbəttə ki, buna nəzarət edilməlidir. Azərbaycan Nəzarət Agentliyi və Hesablama Palatası. Bəli, Hesablama Palatası da nəzarət olunandan sonra başlayır nə etməyə? Hesablamağa. Niyə qaz artırmısan? Ötən ilin hesablanma kitabını gətir qoy qabağıma. Nə etmisən? Haralara su çəkmisən? İşıq, qaz. Bax, belə onların dərisini soymaq lazımdır. Onlar bəndələrin ciblərinə girirlər. Yazıq deyilmi millət? Axı, küçələrdə elə onları, bu milləti ağladan telemekanlardır, telekanallardır. İğrənc verilişlərlə, gülünc xəbərlərlə və bu qədər bəndələrə ağladan mesajlarla. Bəli, bu belə olmamalıdır axı. Mən bu barədə çox danışmışam. Görürsən də dostum, qatıb qarışdırdım. Müharibə və tüm dünyada baş verənlər. Bizim məmləkətimizdə o qədər xəbərlər var. Baxın, telemekanlar, nə qədər pullar verilir onlara. Məyər bu pullar sizə verilir ki, villalar, maşınlar alasınız özünüzə. Bəs gözəl reklam çarxı üçün axı pul verməlisiniz ki, möhtəşəm aktyor və aktrisalar gəlib bu reklam çarxında iştirak etsin. Bax, bu səbəbdən mənim əzizlərim, pulları qoyurlar ciblərinə. Bu cür gülünc xəbərlər, axmaq verilişlər və bütün EGPT-nin üzvləri də telemekanlarda. Bəli,
Ne olardı ki ailelerde de er işləyərdi. Ana balasını böyüdərdi. Ne olardı ki belə olardı? Sən ana kimi, valideyn kimi uşağına tərbiyə verməlisən. Ne olardı ki telefonla oynamazdın? Uşağına diqqət ayırardın. Televiziyada gözəl verilişlər olardı ki, insanlar YouTube səhifələrinə hər hansı bir, yəni ki, sosial şəbəkəyə yox, diqqət etsin, telemekanlara ayırardı. Axı ayıbdır, biabırçılıqdır. Yaxşı, deyək ki, bir veriliş maraqsızdır. Axı, hər biri maraqsızdır. Nədən? Bala uşaqları üçün hər hansı bir verilişlər təşkil olunmur. Nağıllar aləmi, multiplikasiya, cizgi filmləri çəkilmir. Gözəl uşaq filmləri niyə yoxdur? Niyə seyirli xalatımız bugün yoxdur? Bir qalanın sirri, Cırtdan. Nə qədər keçmişdə filmlər olub. Məlik Məmməd demək, bugün hər şey bərbad gündədir. Kinematografiya. Cəfər Cabbarlı adına kinostudiyamız nəyi çəkir bugün? Çəkməli. Əlbəttə ki, çox bir şeylər var. Onlar da özlərini düşünüb daşınırlar. Bəs milləti düşünüb daşınan varmı? Bu dəhşətdir. Hər şey bugün də. Axı, insanları tərbiyələndirən telemekanlar olmalıdır. Axı, hər bir insan, götürək köhnə kişiləri evə gələrdilər, uzanardılar divanda. Televizyonu açıb seyr edərdilər. Maraqlı, bir-birindən maraqlı verilişlər. Bəli. Bugün niyə belədir? Castinglər keçirilərdi. Bir 500 nəfərdən biri seçilərdi. Bugün küçədən gətirirlər. Bu biabırçılıqdır. Mən ötən dəfə də qeyd etdim. Bizim telemekanlarımız telemekan deyil. Deməyək dövlətin qulluq edirlər. Dövlətindir. Yox. Onlar özlərinə qulluq edirlər. Bəndələri sadəcə oynadırlar. Pis yola təhrik edirlər balaları. Bu kanallar. Mən bu barədə çox danışmışam. Düzdür, bəzi kanallar var. Bəzi verilişləri maraqlıdır. Amma baxırsan aparıcı. Axı, hər bir verilişin özünə məxsus aparıcısı olmalıdır. Bəli, necə ki sənətkar, peşəkar olduğu kimi, necə ki, bax, müxbirlər, jurnalistlər, biri idman sahəsində, biri musiqi, biri kriminal, biri siyasi və sarı axır. Nə qədər mövzular var. Bəs müxbirlər, axı onlara pul verilməlidir ki, hər bir məmləkətimizin ərazisində baş verən bir şeyləri ərsəyə gətirərək gündəmə çıxarsın. Yox, nə yaxşı, nə asandır televiziya məkanının başçısı, redaktoru olmaq. Bəli. Nə asan. Oturursan yerində. Heç bir yerə tərpənmirsən. İnternetin qarşısında. Və nə edirsən? Oradan bir xəbər oxurlayırsan. Bu tərəfdən bir xəbər cəmləyirsən və elə oturduğun yerdən də telemekan dediyin bir məkandan bunu nə edirsən?
xəbər kimi gündəmə gətirirsən. Buna xəbər mi deyirlər? Bunu hər bir bəndə edə bilər. Sən axı televiziyada oturmusan. Televiziya yaratmısan. Televiziya jurnalistləri hər yerə səpələnməlidir. Hər yerdən onların səsi gəlməlidir. Bircə yolda dayanıb, yəni ki, hə, bugün filan yol bağlıdır, filan yol açıqdır. Hava belə olacaq, tutulacaq, açılacaq. Hə, bilmirik, gün çıxacaq, yoxsa yağış yağacaq. Milli Məclisdə olan xəbərlər bir kəlmə ilə yetərlidir. Mənim əzizlərim, Milli Məclisdə böyük bir, yəni ki, deputatlar siyasi mövcuddur. Onların hər birinin çıxışı nə olardı ki, onların hər birini tüm millət dinləyərdi. Bircə cümlə və selami bitti. İş yoxdur. Başqa bir məkanlardan. Hanı xəbərlər? Hardadır bizim xəbərlərimiz? Hardadır? Yoxdur. Siz nə qədər əlləşib vurursanız da, qonşu Türkiyənin jurnalist müxbirlərinə çata bilməyəcəksiniz. Çünki öz cibinizə güdürsünüz. Bəli, oturduğu yerdə süni dərrakə ilə, zəka ilə məqalə yazır, onu oxuyur. Bir də ki, başqa bir ölkənin xəbərlərini tərcümə edərək, yəni film kimi dublaj edib çatdırmaq. Əksəriyyəti də köhnə. Vallahi billahi, əgər söyləsəm, yəni ki, deyərdim ki, elə, nə biləm, kimlər onların axırına çıxar. Bəli, yuxarı başda oturanlar. Deyər ki, bunu niyə belə etmisən? Bax elə, Azərbaycan Nəzarət Agentliyi onlara da diqqət etməlidir. Mən dəfələrlə demişəm, danışa bilmirsə öz dilində, xaric edin, ya da ki, cərimə et. Düzgün danışsın, çünki millətə xidmət edir. Özəl olsa belə, millətə xidmət edir. Cərimə et, məqaləni düzgün şəkildə yazsın, sonra üzündən oxusun. Axı, bütün sözlərin tərcüməsi mövcuddur. Məsələn, Rus sözü, İngilis sözü, Fars, yaxud da ki, ərəb sözü. Hər biri daxildir sənin cümlənə. Bir süni zəka ilə ay geridə qalmış. Nə deyim axı, özün bacarmırsan, işə sal süni zəkanı. De ki, ərəb dilində filan söz necə tərcüm olunur? Rus dilində filan söz necə tərcüm olunur? Axı, nə etsin bu bədbəxt müxbir, əgər tərcüman? Yəni ki, bizim tərcümə kitabımızda elə pauku, yəni hörümçəyi pauk kimi də tərcümə edib. Bu bədbəxtçilikdir. Bu bir mafiyadır. Dilin itməsi deməkdir. Bu barədə mən çox danışmışam mənim əzizlərəm. Nə deyim? O qədər baş verənlər var. Məmləkətimizdə, tüm dünyada. Bizim müxbir bilə bilərmi Argentinada nə baş verir? Yaxud Afrikada,
Məsələn, Nigeriyada. Nigeriya dedim. Baxın, millətçilikdən danışan bədbəxtlər. Bu, hər kəsə aiddir, millətçilikdən danışan hər bir bədbəxtə aiddir. Axı, hər bir bəndə bilir ki, elə tarixən, əsrlər boyu tayfa davaları da olub. Bəli, qardaş davaları da olub. Bəli. Məsələn, Leyli və Məcnun, Romeo və Julietta, Əsli və Kərəm, Fərhad və Şirin. Bunların hər birində kökən var. Hər iki tərəfin, qız ya oğlan, aşıq və məşuqlərin və bu məhəbbət nakam da olub. Yəni ki, haradasa kamlarına çatanlar da olub. Hər bir əsərdə, romanda bu belə olub.